ki, hökumət istəmədi ki, o qüvvələr təqsir eləsin. Hökumət istədi ki, elə bu qüvvəni Zərərsizləşdirsin. fiziki cəhətdən zərərsizləşsin. Belə bir fikir var idi. Açıq deyim ki, onunla bağlı məndə bir ciddi məlumat yoxdur. Yəni nə dərəcədə. Çünki Amma dünən mənə üzr istəyirəm. prezident Sərdar bəy. aparatından belə bir Hı. məlumat daxil olmuşdu ki, mümkün qədər əgər imkan varsa o adamlar başlasalar, onlar o vaxta qədər gözləməsinlər. Vaxtından qabaq ya oradan çıxsınlar, getsinlər, ölkəni tərk eləsinlər. Məsələn, Qazax OMON-çular çıxdı, getdilər, ölkəni tərk elədi. Bizim də elə biz o vaxtda artıq aktiv əlaqələrimiz yoxdur Rövşən Zavodla ki, deyək ki, çıx oradan get də. Yəni bir gün ondan qabaq Rövşən Zavoda çıxıb gedə bilərdi. Yəni hökumət o cürə bir hərəkət edib çıxıb əgər getmək istiqamətində hadisə elə bir ki, Rövşən Zavoda məğlub olanda artıq getməklə bağlı məsələ gündəmə çıxdı, onda da hökumət razılıq vermədi. Türkiyədə həmin vaxt dedi ki, yoxsa bir gün, 2 gün qabaq Türkiyə dövrəyə girsəydi və desəydi ki, bu qüvvələrə imkan verin, ölkəni tərk eləsinlər, mən elə gəlir ki, Rövşən Zavodla başlamanı hamı oranı tərk edir. Məsələn, Mühacir Zavodun getməsini hökumət müşahidə eləmişdi ara qədər, bilirdilər ki, gedir. İmkan vermişlər ki, getsin. Digərlərinin də o cümlədən. Qazaxda olan Amonçular da həmçinin onlar böyük bir partiya, böyük, çox sayılıydı. Onlar da oranı tərk edib getmişlər. Amma o zaman artıq Rövşən Zavodovun getməsi, silahı yerə qoyması müzakirə olunmuşdu ki, artıq hadisələr son nöqtəyə gəlmişdi. Amma ölüm hadisəsi atəş açılmamışdı da Sərdar bəy. Olmuşdu, yox. Atəş deyib saat 6-da olmuşdu. İlk itkilər 6-da olmuşdu. Yox, bildim. O Nizami bəy dedi ki, mən prezident aparatından görüşdüm, razılaşdıq. Qayıdıb gələnə qədər heç bir itki, ölüm zadı yox idi. Gəldi, Qurban bəy də sual verdi ki, ola bilsin onun xəbəri olmayıb da. Məsələn, o Qaray metrosu tərəfdə o 2 nəfərin ölməsi ilə xəbəri biz saat 5-də almışıq. O da axşamlar görüşürdü. Mən səhv eləmirəmsə o axşam gedib Heydər Əliyevin yanına gecə vaxtı. Yox, o günorta gedib. Günorta gedib, axşamüstü qayıdıb artıq qərargaha. Onda necə o saat 6, saat elə 5-də olan hadisədən ya xəbər olmayıb. Biz saat 5-də bildik ki, bizə xəbər gəldi ki, adam ölüb, biz ondan sonra o bəyanatı verdik. Sərdar bəy, dünən bir nəfər də mesaj yazdı. Qurban bəy dedi ki, mən şəxsən tanıdığım adamdır. O dedi ki, Naxçıvandan da snayperlər göndərilib. Hara? Deyiblər, həmən o hadisə yerinə. Yəni atəş açmaq üçün. Üçüncü qüvvənin ümumiyyətlə bu prosesi qızışdırması, üçüncü qüvvənin əli ilə vəziyyətin belə gərginləşdirilməsi ehtimalını necə? Üçüncü qüvvə burada kim ola bilər? Rusiya. Yox, 2 nəfərin ölməsini də. Üçüncü qüvvə kimdir? Bir tərəfdə hökumətdir. Bir tərəfdə hökumətdir, bir tərəfdə bu. Bu da üçüncü qüvvə kim ola bilər? Azərbaycanda aranı qaçışdırmaq istəyən qüvvələr. Bu ya ola bilərdi ki, Rusiya, ya ola bilərdi Ermənistan, ya ola bilərdi İran, ya ola bilərdi məsələn Heydər Əliyevdən intiqam almaq istəyən və ya Azərbaycanda destabilizasiya və ya da Rövşən Zavadovu məhv eləmək istəyən hansı bir qüvvə təxribat törədə bilərdi. Şəxsən bununla bağlı, bu üçüncü qüvvə ilə bağlı mənim heç bir məlumatım yoxdur. Mən onu bilirdim ki, Amondakı qüvvələr, rəhbərlik bir cür məlumata malik idi. Rəhbərlikdən aşağıda olan adamlar başqa. Hətta orada Amonun axır saatlarında da televizor götürüb gedən o qərargahda bunların televizorlar zadı vardı. O vaxtda belə nadir şeydir. Adamlar televizor götürüb qaçırdırdılar. Yəni belə bir səviyyəsiz adamlar toplaşmışdı ora. Yəni aşağılarla yuxarılar düşüncəsi fərqli. Rövşən Zavodov bilirdi ki, tutaq ki, vəziyyət çox çətin olacaq. Çünki Türkiyədə danışıq aparırdı. Heydər Əliyevdə heç bir güzəştə etmək fikri yoxdur. Amma aşağıdakı tərəfdarları da deyə bilmirdilər ki, biz artıq məğlub oluruq, biz silahı yerə qoymalıyıq. Çünki onların bir çox cinayət törətmişlər və həm də məsuliyyətdən qaçmaq üçün nəyin başına olsun hakimiyyətin dəyişməsini istəyirdilər. Yəni burada, oradakı ola bilsin o qüvvələr Rövşən Zavodovdan fərqli olaraq başqa bir mövqe nümayiş elədi. Yəni orada hər şey Rövşən Zavodov tam nəzarət altında idi. Yəni əgər hökumətə qarşı hərəkət olsaydı, orada əsas fiqur Rövşən Zavodovdur. Amma Rövşən Zavodov artıq razılaşmışdı da silaha versin. Amma onun əlinin altında olan bəzi adamlar var ki, onlar adamzad öldürmüşlər, cinayət eləmişlər. Onlar bilirdilər ki, bu hadisələr hətta Rövşən Zavoda dəyməsələr belə, onun müavinləri vardı, orada olan başqa amonçular, onlar cinayətlərinə görə mütləq məsuliyyət cəlb olunur. Onlar isə məsuliyyətdən qurtarmaq üçün ola bilsin ki, aranı qarışdırdılar. Yəni istəmədilər bu barışıq olsun. Birinci başladı atəş açmağa. Söhbət bundan gedir. Yəni onu mən üçüncü qüvvə kimi yox, amma
məsuliyyətdən qurtarmaq istəyən bəzi adamların təxribatı kimi dəyərləndirə bilərəm. Yoxsa orada üçüncü Aha. qüvvənin açıq deyim iştirakı yox idi. Bildim. Təşəkkür edirəm. Sərdar bəy, üzr istəyirəm, siz səhv eləmirəmsə adı demədiniz. O Rövşən Cavadovun yəni belə anonslar adından siyasi partiyalarla görüş keçirən yadınızda qalmayıb da? Yox, yadımda qalmayıb heç. Mən ona əhəmiyyət də vermirəm. Çünki o vaxt gəldilər, adlarını da dedilər. Bir dənə də saziş mətni gətirmişdilər. Mənə də dedilər ki, bax filan kəs də imzalayıb bunu, filan kəs dedim. Mən öz fikrimi dedim ki, qardaşım, gedin Rövşəni mənim adımdan deyin ki, Sərdar bəy deyir ki, bu bir təxribatdır, o həyatı riskə qoymasın. Bu imza atan adamların heç birini müdafiə eləməyəcək. O elə bilir ki, elə burada Ayaz Mütəllib qol çəkdi, Ayaz Mütəllib bütün də düzdür, Maçdağadan zaten 5-10 dəfə getmişdi ora. Amma söhbət orada əgər doğrudan da bir dövlət çevrilişinin ən azı bir 2000-3000 adam getməli idi. Lap silahlı sən çevrilişsə. Ora gəlmişdilər belə açıq deyim ki, özünü tanımayan adamlar belə bir şey ki onlar televizor oğurlayıb aparmışlar orada. Aparırlar, qaça-qaçda. Yəni belə adamlar idi. Küçədən tutub demişə get Rövşən Cavadov'a desinlər ki, dəstək ver. Yəni bu cürə. Məsələn, mahiyyəti bundan ibarət. O da o adamlara baxıb ümidlənir ki, yəqin arxasında qüvvə var da. Başa düşsən, biraz da həvəsləndirirdiler. Ama o adamların adı yadımda değil. Açıq deyim ki, bu indi mən də bilirsiniz, 50 ilə yaxındır bu siyasət edəcəyim. 10 minlərlə çox mühüm və çoxlu hadisələr orada 10 minlərlə adamla üzə gəlmişəm elə bir şey. Çoxsunu yadımdan çıxardım. Elə hadisələrin bir çox yadımda. Məsələn, bəzən deyəndə yadıma düşür, belə bir hadisə oldu. Yəni mən özümün iştirak elədiyim hadisələr o qədər sürətli dəyişir idi, ciddi idi, nə bilim, Naxçıvan SSR-nin tərkibindən çıxarılması vardı, sərhəd hadisələri vardı. Yəni yaxın tariximizin mühüm hadisələrdə AXC-də gedən AXC-nin yaranması məsələsi, nə bilim, digər demokratik ölkələr SSR-nin digər yerlərində partiyalar şeylərlə təşkilatla əlaqə yaratması. O qədər siz təsəvvür edin ki, iki elə günümüz yox idi ki, eyni təkrarlansın. Hər gün yeni bir hadisə, hər gün yeni bir hadisə. O qədər SSR-in özündə də prosesdə sürətlə gedir. O dağılma bilirsiniz də, bina uçanda necə uçub, o hadisələr oca gəlirdi. Hər gün yeni bir faktla, hadisələ qarşılar. Ona görə də açıq deyim ki, bir də mən tarixçi olmadığıma görə iştirak edən hadisələrin tarixi şeyini, bəzi adamlar var, məsələn, mən Pənah bəy hər hadisənin saatına qədər yazıb bilir. Saat neçədə nətər oldu. Mən bəzən deyir, mən heç yadıma, hadisənin özü yadıma gəlmir. Amma o saatına, dəqiqəsinə qədər deyir ki, filan vaxtı belə oldu, belə oldu, belə oldu. Ona görə də o adamların da kim olduğu yadımda deyil. Hətta o vaxt 30-40 il keçmişdi. Bəli. Sərdar bəy, bəs bugünkü durumda, indiki vəziyyətinizdə həbsdə olan anonslar da var. Onlarla bağlı münasibətiniz, istəyiniz? Bilirsiniz, bir gün şeye deyirlər, Mirzəfər Pişəvəriyə Cənubi Azərbaycanlılar deyir ki, bəs sən deyirdin ki, bu şimaldaşlar bizim qardaşımızdır, biz keçdik bu tərəfə, bunlar bizim başımızı it oynasınlar. Çünki 100.000 adam keçmişdi bu tərəfə. Soğud hökuməti ondan sıxışdırır o demokrat deyilənlər, Cənubdan gələnləri. Bunlar da Mirzəfər Pişəvəriyə deyir, bəs sən dedin, qardaş gəlmiş ki, bunlar bizə belə pis baxırlar. Mirzəfər Pişəvəri bir dənə əhvalat danışmışdı. Deyir ki, bir şah olur, bu şahın insanların bir-birinə sevgisindən nifrəti varmış. Bir əmr verir ki, kim bir-birini sevəcəksə ikisini açmaq lazımdır. Cəmaət buna görə, hətta ata, oğul, valideyn, qız, oğlan bir-birinə sevgi nümayiş. Bir oğlanla bir qız bir-birini sevir. Şaha xəbər gəlir ki, sən əmri pozub 2 nəfər bir-birini sevirlər. Şah çağırır huzuruna. Gəlir qıza deyir ki, oğlanı sevirsən, deyir, hə. Oğlana deyir, qızı sevirsən, deyir, sən mənim əmrimi pozdursa, 200 edam eləyin. Bəzi deyir ki, şahs olsun. Görün, bunlar nə qədər bir-birini sevirlərsə ki, hətta ölüm qarşısında belə imtihan. Gəl, bunu eləyir, sənin əmrin yenəsin. Yəni, bunlar da bir-birini sevməz. Deyir, bu necə eləyə bilərik? Deyir, o mənlikdir. Əmr verir, bu iki gənci soyundururlar, kürək-kürəyə belə iplə bağlayırlar, atırlar zindana. Təxminən bir 5 aya o ət də belə, dəri də belə sürtüləndə başlıyordu yatıq yarası əmələ etmə və ət keçib bir içinə
Bu da qeyri-adi dərəcədə əzab verici bir haldır da. İndi bu ikisi iplə bağlanıb, qız elə bilir ki, bunu əzabı oğlan verir, oğlan da elə bilir ki, bu əzabı qız verir. Bir neçə vaxtdan sonra bəzi deyir ki, vaxt gəlib. Gedirlər ipi açırlar, deyir ki, oğlan üzün tutdu gün çıxana, qız üzün tutdu şeyə, gün batana bir-birindən mümkün qədər çox uzağa qaçmağa başladılar. Yəni o məhəbbət onunla da yox oldu. Mücəmmə Pişəvər deyir ki, o qız da oğlan da fikirləşmədi ki, əslində baxsan onların heç birinin günahı yoxdur. Onları ipinə bir yerə bağlayandaydı günah. Kim çadır? Bu hormonçuların da bir çoxunun əslində baxsan hadisənin qurbanı oldular. Məsələn, mitinqlərdə bəzən olur, bir adam təsadüfən gəlir, gör mitinqdə kütlə psixologiyasına girir, bir də baxsan ki, qeyri-qanuni bir hərəkət elədi, o mitinqi təşkil edənlər orada bir müəyyən məqsəd güdəndə qaldı qıraqda, bu heç bir günah olmayan getdi 10 il, 15 il iş aldı. O cümlədən də bu AMON-un və o vaxtki müharibə əhval-ruhiyyəsinə girmiş adamların bir çoxu situasiyanın qurbanları idi. Yoxsa mən orada oğlanı gördüm, o 16-17 yaşında tutulub ömürlük həbs olanı, üzündən də nur yağırdı. Mən heç inanmam bu bir qarışqanı əzə. Kim zadı? Yəni belə baxdım, yazığım gəldi. Bu necə bu o ömürlük həbs cəzası özdəki tutaq ki, məsələn bu 16 yaşından bu həbs olunur. Yəni orada da adamların bir çoxu müharibə psixoloji, məsələn Amerikada belə bir şey var. Müharibəyə gedən adamları birbaşa cəmiyyətə buraxmırlar. Reabilitasiya mərkəzləri var. Onlar gəlir ora. Orada 3 ay, 5 ay o şeydən deyirlər də toksik şeydən azad olurlar, travmadan, müharibə travmasına. Sonra onlar buraxılır cəmiyyətə. Amma bizdə belə bir şey yoxdur. Məsələn, indi də Rusiyada da görürsən, müharibədən gələn bir zaman deyir ki, ağır cinayət törədi, vurdu falan kəsə öldürdü. İsrail Məmmədov, Sovet İttifaqı qəhrəmanı gəlmişdi Gəncəyə bir dəfə bıçaqladı, öldürdü. Sovet İttifaqı qəhrəmanı birbaşa 10 günlüyə elə bir şey vermişdilər. Yəni bu şeyin özü, məsələn, Ziya Bünyadov, Sovet İttifaqı qəhrəmanı adamları döyürdü. Kürt cəmaatının dalına. Yəni bu cürə müharibə psixologiyasında olan adamlar var idi. O AMONçuların da hamısı müharibənin ən pis yerində olmuşdular. Ölüm itim görmüşlər və əllərində də silah vardı. O psixologiyadan və onlar cəmiyyətin içinə girmişdilər. Yəni hərbi hissədə qalsaydılar, yenə də ön cəbhədə qalsaydı, bəlkə də bu başa düşüləcəkdi, normal olacaqdı onlar. Amma onlar müharibə psixologiyasından gəlmişlər təmizlənmədən, o travmatizmi təmizlənmədən girmişlər cəmiyyət içinə. Həmin o erməniyə olan münasibəti hansı ki bunlara lazım olan davranışlar, onları dinc əhaliyə qarşı edirdi. Avtomatı şəkildə Əmraslan 3 nəfər öldürmüş. Adi bir restoranda oturmuşlar mübahisə üstündə. Yəni bunların hamısını indi düzdür məhkəmədə belə şeylər, amma mən həkim kimi deyirəm, psixologiyanın deyirəm ki, bu müharibə şəraitindən çıxmış adamların törətdiyi hərəkətləri sağlam adamın məntiqi ilə qiymət vermək mümkün deyil. O baxımdan AMONçuların hamısında belə bir şişirdilmiş özləri haqqında təsəvvür var. Mən müharibədə olmuşam, mən vuruşma, sən haradaydın, nə, mənim haqqım var, sənin maşını götürüm, sənin evindən çıxadım, evi götürüm. Adamlar gəlirdi, yaşadığı evdən çıxardı, adam demirdi, mən evi niyə əlimdən alırsan? Yəni, dinməz, söyləməz, veşin, arvad uşağına götürdü, çıxırdı, ev qardı AMONçuya. Belə bir vəziyyətdir. Bu da təbii ki, yavaş-yavaş da Heydər Əliyev gəldi, o sürət neytrallaşdıqdan sonra hakimiyyət yavaş-yavaş möhkəmlənməyə başladı, beynəlxalq əlaqələr yandı və s. O baxımdan da artıq o həmin o bespredel deyirdilər də, o dövr keçdi, getdi. Amma yenə də AMONçular elə bilirdi, Sürəsiyon necə edibsə, bunlar da ona oxşa bir hərəkət eləyə bilərlər. Ona görə hətta bir şey hazırlamışlar, partiyalar da ona dəvət eləmişlər, Ayaz Mütəllibov da ona dəvət eləmişlər ki, güya bir şey yaratsınlar da, belə bir koalisiya. Koalisiya arasında, hə. O adamları mən açıq deyim ki, qurban hesab edirəm, müharibənin qurbanları. Mən onlarla danışanda da gördüm ki, o adamlar heç, məsələn, biz onlardan daha radikalıq. Mən o türmədə göründə, öz-özümə deyim, bunlar nətər bu işləri eləyiblər, məsələn. O baxımdan... Tamaşaçılarımızdan xahişim ondan ibarət ki, verilişimizi bir dəfə bəyənib paylaşsınlar. Sərdar bəy, bizim tamaşaçılarımıza sizin Türkiyədə baş verən hadisələr də maraqlıdır. Türkiyədəki son olaylarla bağlı sizin fikirlərinizi də öyrənmək istəyərdim. Mən elə ki,